Mən belə başa düşürəm ki, Dövlət İmtahan Mərkəzi savad axtarmır. Sadəcə tələbəni robot eləyir. Ümumiyyətlə illərlədir müşahidə edib gördüyüm bilirsiniz nədir? Tələbə əzbərləsin gəlsin. Bu tələbəni əzbərçi edirlər. Savad və biliyə yaxın etmirlər. Qocaçılar, salamlayıncasınız. Bugün danışmaq istədiyim informatika fənninə dair testlərdir. Nə deyim valla, deyəcək sözüm yoxdur, amma bir neçə testlərə dair ayrıca sözüm var. Mən bugün bu söhbəti aparmalıyam. Bizim təhsilin bir budağı da olan Dövlət İmtahan Mərkəzi deyir ki, ey tələbə, ey gələcək tələbə, ey indiki tələbə, bil, sən robot olmalısan və bir çox şeyi əzbərlə. Başa düşməsən də olar, əzbərlə gəl. Mən həqiqətən də informatikada baş verənlərə, yəni söz tapa bilməyən bir şey deyim, amma belə bir şey ola bilməz. Ən pisi də odur ki, burada ən böyük əziyyət, burada ən böyük bəla Python görür. Yəni Pythonu düz göstərmirlər. Bu informatika dünyasında məktəblərdə və məktəblərdən sonraki olan imtahanlarda Pythonu düz göstərmirlər. Əgər məqsəd informatika fənnindən tələbələri kəsməkdirsə və ya IT olan məhəbbəti nifrətə çevirməkdirsə, mükəmməl alınıb. Belə bir suallar qurmaqla onlar öz məqsədinə çox rahatlıqla çatıblar. Yəni mən belə sualları gördüm. Mənə müəllimlər və tələbələr yazıb sualları göstərəndə mən onlara bu informatika deyil, bu proqramlaşdırma deyil deyib mövzunu bağlamışam. Belə şey ola bilməz. Belə ki, yaxın durun. Gəlin baxaq ki, söhbət nədən gedir. Getdi. Mən birazdan suallara keçid almaq istəyəcəm, amma suallara keçid almadan qabaq mənim deyək ki 20 sual informatikadan verilirsə, həmin o 20 sualdan ən azı 14-ü çox bərbad şəkildə insanın ya əzbərləməsi, ya da məqsəd yönlü kəsilməsidir deyə qurulmuş suallardır. Mən anlamıram niyə bu təşkil olunur. Çünki informatikadan suallar çox gözəl də qurula bilər. Üstəlik də ki, Python. Axı Pythona məktəbdən niyə nifrət oyadırsınız? Python belə deyil. Mən hər dəfə tələbələrə deyirəm. Siz göstərdiyiniz kod Python deyil. Bu nədənsə Azərbaycanda proqramlaşdırma dırnaqarası deyə proqramlaşdırma dünyasını asan bilib, yazıda sadə görünüb Python dili seçilmiş bir dil olaraq və Pythonun vasitəsilə güya proqramlaşdırmayı göstərmək istəməyi bu həmin qurumdan gələn bir addımdır. Mən anlamıram. Mən bilmirəm ki, Python niyə seçildi, amma Pythondırsa bu həmin kod deyil. Proqramlaşdırma və Python bu suallarda yazılan kodları heç təmsil etmir. Yəni proqramlaşdırma o deyil, Python o deyil. Amma neyiniyim? Mən bu tələbələrə nə cavab verim? Heç nə. Mən bir çox zaman vurğulamışam, indi də vurğulayım ki, proqramlaşdırma Python olsun, başqa dil olsun, fərqi yoxdur. Proqramlaşdırma sizdən illərinizi alacaq. Yəni bir ildə almayacaq, illərinizi. Bir şey öyrənmək istənsə və gələcəkdə pula dönəcəksə, bunu həqiqətən də sərasər düzgün öyrənmək, savada yiyələnmək lazım. Bizdə bu, bilmirəm niyə Python bugündədir. Çünki xaric Python biliyi ilə pul qazanır. Əməlli başlı layihə yiyəsi olur. Maraqlı məhsul, maraqlı kodlar yiyəsi olur. Amma bizdə sualları atırlar. Bərbad şəkilə gətirirlər və nifrət oyadırlar. Ola bilməz ki, sən Pythonda funksiya yaza biləsən, riyazi amilləri çox gözəl anlayasan, nə bilim, dövrlə gözəl işləyəsən, data tiplərindən dost olasan, bunların hamısını eləyəsən və bunu məktəblərdə də Python axı fərqli keçirlər. Məktəbdə var, keçənmir, yoxdur və yaxud da ki, bu və ya digər məsələdə çox zəif olur Python. Müəllim yanına getsən də çatdıra bilməyəcəksən. Python bir ilə öyrəniləcək bir dil deyil. Tək Pythondan söhbət getmir, amma indi təhsilimizdə Pythondur. Siz təsəvvür edirsiniz, bu qədər şey bilmək lazım, amma qarşıva Python elə bir formada gələcək ki, nə qədər öyrənmişdin ha. Və onlar gedəcək, məhz sualı quran, nəyi düşünüb, necə həyat sürüb bilmirəm, amma elə bir sualla səni yıxacaq, elə vaxtını alacaq ki, olacaq bir avırçılıq. Mən şəxsən o kodlara baxdım, indi birazdan sizinlə paylaşacağım. Yəni mümkün deyil də.
mümkün deyil. Mən belə qızıl vaxtımı o mənasız kodlara ayırmaram. Bunu həmişə informatika müəllimlərinə demişəm. Onlar hərdən elə bir kodlar göstərirlər. Deyirəm, Səncan, bunu sən yazmısan? Deyir, yox, suallar belədir. Deyirəm, buna heç mən 2 saniyəmi ayırmaram ki, müəyyən edim ki, ay Allah, bunun cavabı nə imiş? Amma elə kodlar yazırlar, elə suallar verirlər. Bu Python deyil. Əziz tələbələr, əziz müəllimlər, bu Python deyil. Amma nə edək ki, belə biabırçı kodlar var. Millət qazanır, ölkələr qazanır, başqa yerdə Pythona böyük hörmət var, bizdə bərbad halda nifrətə dönür. Belə olmamalıdır. Gəlin sizə əyani formada göstərim söhbət nədən gedir. Hazırsınızsa, bu ilk birinci misalım. Deməkdir ki, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Bax, belə bir kod gəldi ha. Yəni də qaç bir mənalı olaraq siz baxın görün hansı formada verirlər. Biabırçılıqdır, həqiqətən biabırçılıqdır. Belə kod ola bilməz. Bu Python kodu deyil. Ondan sonra C dili qurardın, C-yə dair bir suallar verərdiniz, daha maraqlı olardı, amma Python'ı yox. Məsələn, fikir verin ki, bu mövzuda nələr əhatə olunub. Güya indi super zor sual qruplarda, burada funksiya da var, dəyişənlər var, burada string metodu var, burada data var, data çevirməsi var, nə bilim dövr var, baş ağrısı. Buna insan deməli gör nə edirlər. Tora salmadı da buna insan vaxtını itirməli və ümumən buna çox vaxt itirməyəcək və çox böyük ehtimal ilk birinci hesablamasını səhv edəcək və o səhv rəqəmlərdən biri buradadır. Məni niyə çaşdırırsan? Mənə maraqlı suallar ver. Birazdan deyəcəm ki, nə kimi suallar daha doğrudur, amma burada mən baxıram ki, o adında bir funksiya yaradır. Kim o adında funksiya yaradır? Sən canı. O adında funksiya yaradır. Orada bunu str edir. Nə bilim, orada bir parametre gəlir. Bunu listə çevirir. Reverse eləyir. Ümumiyyətlə, reverse nəyin yeri, nə qaytarır, nə deyil. Bir sözdən, yəni, göyə çevirir, tərsini eləyir, sonra birləşdirir, oradan, nə bilim, intə çevirir. Sən canı, bu nədir? Sonra hələ bir dənə çıxacam, deməli dövr mənə gözləyir ki, və sən bu nə rəqəmlərdir? 21, 56, 121, nə bilim 231. Sonra o funksiya tətbiq olunacaq, qalxacam, baxacam, görüm ki, bu nə qaytara bilər? STR-a çevirəcəm, 0-cını götürəcəm, 15-cini götürəcəm, uzunluğunu öyrənəcəm. Nədir? Sonunda D-ni göstər. Mümkün deyil. Belə bir şeyi kimə göstərsən ha? Mümkün deyil. Bu biabırçılıqdır. Mən bütün müəllimlərə demişəm, ümumiyyətlə, mən informatika müəllimləri ilə dostam, onların bir çoxsu mənə yazır, mən də onlarla ünsiyyətdəyəm, amma demişəm, belə kodu heç vaxt mənə göstərmə. Bu Python kodu deyil, bu biabırçılıqdır və buna heç kəs vaxt itirməz. Siz təsəvvür edirsiniz, yazıq tələbə bunun nəticəsini alsın deyə nə qədər dəqiqələrlə vaxt itirir. Belə bir şey ola bilməz. Yəni, bunu tapan proqramçı deyil. Bunu müəyyən edən proqramçı deyil. Nə qədər əzbərçi olmalısan ki, oradan biləsən ki, join, nə bilim, reverse falan. Nə olmalısan isə, proqramlaşdırma dediyin kompüterdə baş verməlidir. Əgər təhsilimdə proqramlaşdırmamı yoxlamaq istəsə, kağızda yox. Amma hərdən də mən nə qədər qınamağa çalışsam da, sözü gedən informatika müəllimlərini ki, siz redaktor vermişsiniz, kompüter vermişsiniz. Siz elə yazının üzərində deyirsiniz, bu belədir, xəttindən altından yanında nəticə yazırsınız. Bax, dönəndən sonra belə olur, belə olur. Kağızda göstərməyin deməkdən mən yorulurdum. Amma görürəm ki, yəni belə suala da nə göstərəsən? Bunu kodda belə, redaktorda yazmaq belə günahdır. İndi təsəvvür edin ki, bax, bunu kimsə tələbə olaraq cavab tapmalıdır. Bu biabırçılıqdır. Mən buna vaxt itirmərəm. Mən istəyərəm heç əvvəlkindən geri qalmayan bir misalda göstərim. Yəni, bu da başqa bir sözün düzü biabırçılıqdır. Nə mənada? Demək, dəyişənlər var. Qalıq məsələsi var. Şərt var. Şərtin içində yenə bir şərt var. Orada bir else var. Çıx o else-dən filan şeyə bax. Filan elə, böyükdür, kiçikdir. Niyə da? O qədər gözəl suallar var ki Pythondan. Əgər Pythonu yoxlamaq istəyirsənsə. Yəni, belə bir şey ola bilməz də. Gör, qalıq, bərabər. Yəni, əgər cüt və tək məsələni yoxlamaq istənsə, əgər gözəl bir şey yazmaq istənsə, yəni, bu o deyil də. Kimsə buna vaxt itirməməlidir. Tələbə
bunu tapsa o Python bilir demək deyil. O nə bilim taliyə gətirməmiş bir tələbədir, yəni proqramlaşdırma dünyasında. Yəni neynəsə oturub hesablayır, oturub baxır, oturub izləyir. Bu nədir? Mən ümumiyyətlə informatikanı proqramlaşdırma dünyasında təmsil edən belə bir koda yox deyərəm. Mən oturub bunu hesablamaram. Can bala, yazıq tələbə. Nə deyim? Həqiqətən nə deyim? Mən əgər onlar öyrənmək istəyir ki, bu insan qalığı bilirsə, sonu başqa cür yazmaq olar. Sadə. Bu insan şərti bilirsə, onu da sadə yazmaq olar. Axı sən biliyi yoxlayırsan, sən çaşdırmaq istəsənsə əla koddur. Sən onun vaxtını oğurlamaq istəsənsə super koddur. Həqiqətən. Yox, biliyini yoxlamaq istəsənsə, bu belə olmur. Yəni bunu da göstərim sizə, çünki bunların hamısı mənə göstəriblər. Mən də paylaşmasam mümkün deyil. Biləsiniz ki, bu elə deyil. Gün gələr inşallah Azərbaycanda proqramlaşdırmaya da, informatikaya da gözəl suallar olar. Amma bu o deyil. Yəni 30 sualdan, 25 sualdan, 20 sualdan mən görürəm ki, 8-i, 6-sı, 7-si doğrudan da ki, yaxşı suallardır. Əladır. Amma proqramlaşdırmaya gələndə bərbad. Yəni dəhşət o deyil də. İnşallah ki, bu proqramlaşdırmanın savad üzərindən proqramlaşdırmanın bir gün gözəl bir versiyasını test olaraq görərik. İnşallah deyirəm. Daha nə deyim? Belə bir koda mən vaxt itirmərəm. Bu sual məni məndən aldı. Ayanla bu sualı kim fikirləşirsə, bax o müəllifi istəyirəm görəm. Çox istəyirəm görəm. Yəni nə bilim Python yaxşı. Python yaxşı da bildik. Bu nə sualdır? Kimdir bu müəllifi? Niyə da? Niyə? Deməli, boş mətn faylına aralarında bir boşluq olmaqla, sonra öyrənirəm ki, heç bu informasiyanın heç yeri də yoxdur. Bir boşluq olmaqla, göy iki boşluq olsa nə olacaq? Ardıcıl 250 dənə Apple yazılacaq. Nə bilim, 150 dənə banana yazılacaq. 200 dənə kivi sözləri yazılacaq. Nədir bu? Niyə da? Son deyir ki, sən demə Apple-dan 125-i seçiləcək, nə bilim backspace vurulacaq. Özə bir dəfə. Nə bilim banana sözlərini seçib, bütün banana sözlərini seçib Ctrl-X eləyəcək. Güya sanki ya güya indi mənim kompüter biliyimi yoxlayır, ya neyniyir? Mən 200 dənə yazıb, ya da 150 dənə banana yazıb, niyə silirəm mən onu? Sən mənim vaxtımı niyə alırsan? Mən də axı hesablayıram, deyirəm, yəqin məndən nəsə iş görəcək. Bu sözü gedən məsələni mənə 4 dəfə oxutduracaq imtahanda. Sonra müəyyən edəcəm, nə etmək lazımdır. Sonra çalışacağam buradakı rəqəmi tapım. Kimdir bu müəllifi? Sən demə, banana getdi də, xəbəriniz var, banana getdi. Sonra kivi sözlərini Ctrl-C eləyir. Nə bilim, 2 dəfə Ctrl-V. Nəticədə faylda neçə hərf olar? Yəni, nə içib, nə yiyib, necə yatıb, necə durur bu sualın müəllifi ki, belə bir şeylə imtahana gəlir. Yəni, belə bir sual verir ki, bu əla, bunun informatik biliyini yoxlayacağım, bunun kompüter biliyini yoxlayacağım. Niyə? Bu bir sizinlə oxşayır. Nə bilim, deyir, 2-ci Dünya müharibəsində hansı ölkələr deməli qoşulmuşdu 2-ci Dünya müharibəsində, deyək ki, sadalayırlar ölkələr. İndi deyir, bir adlarını de görüm, kimlər ölüb. Belə şey olar. Yəni də bu sual, mən bu sualı görəndə həqiqətən dedim, bu sualı kim edibsə, kim buna vaxt sərf edibsə tələbə olaraq, siz keçdiniz, siz bu informatika dünyasının artıq şahısınız. Mən bunu üstünə xətt çəkib gedərdim. Amma bu sualın müəllifinə məndən 5 ulduz. Sözüm yoxdur. Hələ bu son deyilmiş kimi, görün sizi nə gözləyir. HTML dünyası. Həmin o dünyadır ki, taglər dolu, maraqlı web səhifə qurmaq üçün bir bilikdir. Frontend dünyasına ilk addımlardır. Yəni, təsəvvür edirsiniz,
Həm proqramlaşdırma bilməli insan, Python proqramlaşdırma dili, həm kompüterlə dost olmalı, sən də Excel-lə dost olmalı, nə bilim, HTML dünyasını bilməli. Bu robot deyil, hər bir yerdə belə bir bilik onsuz da verilmir və bu silsiləvi şəkildə ola bilməz. Ümumiyyətlə və bu sualı quran da o qədər gözəl bilmir bunu. Mən yandırıb tökən o deyil. Sualı quran bilmir, bilə də bilməz. Yəni bu onun sahəsi deyil. Təsəvvür edirsiniz, sahəsi olmayan biri sualda da qurur özü üçün. Bərbad halda. Hələ deməli HTML kodu bərbad yazması başqa və ona hələ qurulan sualların özü də başqa. Yəni niyə də HTML ümumiyyətlə qanun belədir. İnformatika, riyaziyyat, fizika, kimya fikir verirsinizsə sağından solundan boşluq var. HTML dünyasında elə bir şey yoxdur. O birbaşa təqlərə yaxın olmalıdır. Üstəlik də ki, OL nədir bilməliyəm, li nədir bilməliyəm, u nədir bilməliyəm, niyə? Niyə bilməliyəm? Məsələ ondadır. Sonra da sual verir ki, bu təyin etmə siyasıdırmı, nə bilim içində qalın ya kursivdirmi, nömrələnmişdirmi, nişanlanmışdırmı, nə bilim, nə deyim mən, valla, heç tapa bilmirəm ki, nə söz deyim ki, bir bəlkə də uyğun olaraq deyim ki, bu HTML sualı gözəldir. Ondan sonra sadə yazın. Sadə yazın, ilk bir-iki dənə təqdən yazın, deyin ki, tutalım, bu sözü gedən, deyək də sözü gedən təqlərdən hansı mövcud deyil. Ya nə bilim, bu təqi istifadə edərkən nə görəcəyik? Qalın, kursiv, yəni çox qısa da, yəni sən mən biliyimi öyrənmək istəyirsən də, düzdürmü? Yəni mən iç-içə təqlərin yazılıb sonra nəticədə nə olacağını yəqin gözləmirsən. Hələ mənə bu gəlib, mən tələbə və müəllim heyəti ilə bunu mənə göndərənlərlə danışmışam artıq. Yəni neyniyə? İnşallah bir gün Azərbaycanda həqiqətən suallar gözəl olar. Neyniyə? Budur. Amma ümumiyyətlə tək belə yazılmır da. Yəni heç vaxt, heç bir web dünyasında boşluq ola bilməz. Ola bilməz tək arası. Sən orada informatika, riyaziyyat, fizika, kimya sözlərini belə boşluqlarla sağdan soldan yazasan. Belə bir şey yoxdur. Bunu yazan bilmir ha. Ümumiyyətlə istər Python, istər HTML dünyasını yazarsan, bu sualları yazan bunu bilmir. Sual xatirinə yazılmış kodlardır. Bu dəhşətdir, dəhşət. Və sən demək, gəl indi müəyyən et ki, bax bu sözü gedən, vurğulanan fikirlərdən hansı doğrudur? Sən elə yaxın bir cavabla yaza bilərsən ki, mən özümü çaşdırmaq istəyərsən. Bilən çaşmaz, deyənlər var. 100% əminəm ki, bu sualı quran belə də deyir. Bunu normal yazmaq lazım, bunu sadə yoxlamaq lazım. Bu insan sənin üçün nədir? Bunun elə magistrlərdə də bu var. Sonra bakalavra gedənlər də bu var. İndi Allah bilir, doktoranturaya gedənlər də bunlar var. Yəni mən magistr niyə bilməlidir web-i? Magistr niyə bilməlidir? Özü tarixdən gedir magistra. Ona informatika niyə lazımdır bu formada və s. və ilaxır. Dəhşətdir. Amma indidən deyirəm, bu sualın özünün tərtibatı və sual kimi təqdim olunması yanlışdır. Bir mənalı. Adam bir dəfəlik bu imtahan suallarını cırmaq istəyir. Ay Allah, bu nədir belə? Dəhşətdir. Bərbadın bərbadı da var imiş. Mən gördükcə bunu anlayıram. Əgər bundan qabaqki HTML kod bərbad idisə, bu ondan da bərbaddır. Belə uzunluqda sual mı olar? Yəni məqsəd nədir? Qorxuzub insanı bu suala heç gəlməsin səbəbidir, yoxsa nədir? Yəni həqiqətən məni sualdan ikrah hissi oyatmaq, sualdan məni qaçındırmaq istəsənsə, super. Əla alınıb, möhtəşəm. Bu nədir? Sən demə, mən əməli başda HTML bilməliyəm. Mənim qismətimə düşsə elə bir məktəb ki, bu kodun icrasını vizual olaraq mənə göstərə, ya da qismət olsa müəllimlə taleyim gətirsə, Excel-i də görə bilsəm, nə bilim, Python proqramlaşdırmanı görsəm, web dünyasını görsəm, nə bilim, Word-ü görsəm və s. və ilaxır bunları görsəm, deməli, mən bəlkə də buna cavab verəcəm, amma belə yoxdur. Sən demə, bu sualda bilirsiniz nə istəyir? Deyək ki, xanalarda qalın şriftli olacaq mətnlər neçə dənədir, neçə dənə olacaq, nəsə belə bir şey, heç oxumaq da istəmirəm sualını. Yəni niyə də? Heç sual da vermir, cədvəl düzmü formalaşıb, söhbət tam başqadır. Cədvəli niyə versən mənə? Nədir headeri, başlıq necə formalaşır, qalın olur ya yox? Onu mu soruşmaq istəməndən? Onu normal soruş da. Denən TH
TG yazılsa cədvəlin içində qalın olar ya yox. Məsələn, və salam da mən biliyimə görə mən biləcəm də hə ya yox. Bunu biraz da 2-3 dənə də ABCD variantlardan elə belə yaz. Və salam getsin də. Yəni bu qədər niyə yazırsan? Sən demə mən fikir verməliyəm harda B var, bold ya da sən demə TH gözəl bilməliyəm. Hə unutmamalıyım strong da qalın eləyir ha. Yəni heç kim demir ha niyə B var, niyə strong var. Bunu deyən yoxdur. Amma bax bil. Mənə həqiqətən bu sualı verən tələbə və müəllim heyəti ilə danışmışam. Vurğulamışam, sözümü demişəm. Amma bunu belə biganə formada da saxlamaq istəmədim. Ey gələcəyin tələbəsi, bax abituriyenti, bax səni bu gözləyir. Başqa heç nə. Söz yox. Nədən deyim, nədən danışım? Sən demə, verilənlər bazası söhbəti də var imiş. Kimdə verilənlər bazasını oxuyan, bilən, göstərən? Verilənlər bazasından sən demə bir dənə sual verəsən ya yox. Bu 20 ya 25 sualın içində. Belə şey mi olar? Özdəki fraqment. Nədir bu? Biologiya kiçikdirsə və eyni zamanda filan şey deyilsə və ya yəni mənim and or biliyimi yoxlamaq istəyirsənsə başqa cür yaz. Yox, mənim SQL dilini öyrənməyimi bilirsənsə, sən deməli bu qədər də bu ana qədər sadaladığım HTML, Python, nə bilim, Excel filan biliklərdən başqa sən deməli verilənlər bazasında bilməli. IT-yə verilən böyük bir hörmət bu dünyada belə bir suallarla məhv olunur. Belə şey ola bilməz. Və sən demə bu bir fraqment imiş. Hansısa böyük bir SQL kodun. Və nəticəyə bax, cədvəl formasında mənə gələn nömrə falan, bu belə gəlmir, bu belə ola da bilməz. Yəni SQL cədvəli gəlsə belə mənə belə gəlməz. Belə gələ də bilməz. Bunun selecti yox, bunun heç nə yox. Hardan bilirəm ki, biologiya belə olacaq, kimya falan. Sən demə buradan da mən müəyyən etməliyəm ki, verilənlər bazası fraqmentinə əsasən hansısa bir kod yazılır, sorğu olaraq və cədvəlin hansı nömrəli yazıları bax belə bir qoyulan şərtə and, not, or cavab verər. Yəni bunlardan hansı uyğun gəlir? Yəni nə nəticə kimi nəticə deyil. Nə də eyni zamanda bu cədvəldəki sözü gedən buradakı bu yazılara mən diqqət yetirib, vaxt ayırıb, deməli qətiyyətli, mütləq olacaq şərtlər başqa və ya ilə dayanan şərtlər başqa, içəridə başqa proses verir, çöldə başqa proses verir. Bunlara dəhşət fikir verməliyəm. Sonra cədvələ baxmalıyam ki, bunlardan hansı mənim vaxtımı oğurlamaqdan gözəl bir forma yoxdur. Afərin sizlərə. Bax bu sualı kim fikirləşibsə, afərin. Super. Yəni heç SQL olduğunu da demir. Deyir, bax bu cədvəl dəyərləri var, bu da sorğu var. Gör bu cədvəl dəyərlərindən hansı uyğundur? Nə? Niyə? Valla bir söz deyəm mənəm. Valla heyf bizim IT dünyamıza olan qoyulan hörmət, heyf. Cəmaət IT-ni belə suallarla görməməli, nifrət etməməlidir. Cəmaət, tələbələr Python kodunu görüb yəni məyus olmamalı və bir də özünə deməsin ki, mən heç vaxt proqramlaşdırmaya getməyəcəm. Mən heç vaxt Python-u öyrənməyəcəm. Belə suallar qoyursunuz. Belə suallara icazə verirsiniz gəlsin. Sonra tələbə də gələcəyinə gedir nə olur olsun, amma proqramçı olmur. Bax belə suallara görə. Sonra deyirsiniz ki, Azərbaycanda IT niyə böyür üstədir? Belə suallara görə İlk qədəm atmaq istədiyi, universitetə keçid almaq istədiyi anda bütün məhəbbəti, marağı öldürürsünüz. Afərin. Söz yox. Bu verilənlər bazı sorğusu məndən aldı da. Afərin. Gəlin mən sonuncunu da göstərim və salam. Çünki bundan o tərəfi nə ürək, nə beyin dözməz. Mənə bir sistem verir. Funksiya verilib və təsəvvür edin ki, bu qədər işin içində sən demə mən vaxt ayırıb belə bir blok sxem çəkməli idim. Təsəvvür edirsiniz, nə qədər vaxt gedəcək buna? Mənə çox maraqlıdır da, yəni onlar bilirlər ki, bax belə bir şey qısa müddətə çəkilə bilməz
Mən riyaziyatıma mı vaxt ayırım? Mən fizikaya vaxt ayırım? Mən yoxsa belə böyük məna kəsb edən informatikaya vaxt ayırım? Neyniyim mən? Mən belə bir şey çəkmək üçün əməlli başlı vaxt itirməliyəm. Yəni afərin bütün o kəslərə əməyi informatika dünyasına nifrəti oyadacaq bütün hər kəsə afərin. Bu sualı quranlara. Belə olmamalıdır da, belə olmamalıdır. Mən başlanğıc yazıb bu qədər sxem o elə bir hansısa bir türmədən qaçış planıdır, başqa bir şey deyil. Yəni burada biz necədir? Ağlamaq üzərindən bir gülməkdir, başqa heç nə. Mən çox istəyirdim mənim Azərbaycanlı tələbələrim, gələcəyə qədəm qoyan tələbələrim belə şeylə rastlaşmasın. Çox istərdim. İnformatika fənni belə qurulmamalı və bu formada verilməməlidir. Yenə də deyirəm, savadı yoxlamaq başqa şeydir. Amma bilə-bilə yıxmaq və belə bir sualları qoyub məndən dəqiqələri oğramaq başqa bir şeydir. Kimsə sizə belə bir blok sxemi vaxtı çox dar zamanda çəkməz. Heç vaxt. Heç vaxt. Yəni mən bunu doğrudan da ki fizikaya, riyaziyyata və müqayisədə informatikaya baxsam, aydın məsələdir ki, ən az vaxtı informatikaya verərəm. Ya qismət alınar, cavab verərəm, alınmaz, yox. Amma bu belə deyil. Heyf ki, bizim tələbələrin qarşılaşdığı suallar bax, bu tipdədir. Çox heyf. Məni məyus edən bilirsiniz nədir? Bu gələcəyin bakalavr tələbəsi, gələcəyin magistri. Təsəvvür edirsiniz, magistr heç informatikaya o qədər də önəm vermir. Tam başqa humanitar məsələlər üzrə magistr olmaq istəyir. Ya da müəllimlər, informatika müəllimləri. İndi mən inanıram ki, onlara necə suallar düşür, dəhşət. Onların hamısı elə bir suallarla qarşılaşır ki, yəni o deyil, xaric belə suallar qoymur və ümumiyyətlə təhsilində də kökündə hər şey fərqlidir. Bizdə mən bu suallarda, yəni müəllimlərə cavab vermişəm. Bizdə yəqin məqsəd belə bir suallar qoymaqda ancaq bu tələbənin, bu imtahan verənin vaxtını oğurlamaqdır. Vəssalam. Yəni bilirsiniz necədir? Əgər bir tələbə informatikadan 3-4 suala cavab verirsə, 3-4 suala cavab verirsə və digərlərinə vermirsə, bu onun savadsızlığını göstərmir. Bu onun daha vaxtı qalmadı, ancaq bunları yaza bildi deməkdir çox zaman. Və bir də məni məyus edən odur ki, bu qədər informatikadan bərbad suallar qurasan, amma şərt qoyasan. Bax ha, 100 baldan aşağı yığa bilməsən, axı bu informatikadır. Nətər olursan informatikaya yönələsən və ən azı 100 bal yığmayasan. Belə suallarla heç 20 bal yığmaq olmaz. Sual kimi sual deyil. Mən informatika bilimi yoxlamaq istəyirsə, suallar başqa cür olmalı. Üstəlik ki, Python tam bərbaddır. Yəni data tiplərdən böyük bir əziyyətdir, yoxdur düzgün suallar. Heç ümumiyyətlə daha dərinə, daha düzgün biliyə keçid almırlar. Sadəcə rəqəmlərlə oynamaq, nə bilim, qatıb qarışdırmaq, bir sözlə bəla və mən sən demə beynimdə sayıb hesablamalıyam ki, ayala bu neçə eləyir, nə eləyir. Funksiya yaza bilən Pythonda biri varsa, o artıq papağanı göyə atmalı və gedib iş axtarmalıdır. Xəbəriniz var? Yəni Pythonda funksiya yazmaq tam başqa bir şeydir. Mən qalıram belə də ki, niyə bu belə baş verir, amma neyniyək? Ümumiyyətlə mən öz dərsimdə kimlər ki proqramlaşdırmanı öyrənmək istəyir, mən həmişə deyirəm. Mən qısa müddətli dərslər demirəm. Onun üçün Azərbaycanda yetərincə kurs var. 3 aya, 6 aya, 8 aya sizə nəsə göstərəcək kurslar var. Mən yemək pişirən hazırlamıram. Mən istəyirəm mənim yanıma gələn aşpaz olsun. Bütün yeməklərin ustası olsun. Buna da illər lazımdır. Bu yaxınlarda da məndən soruşdular. Olar mı 3-4 aya öyrənməyə hər hansı bir proqramlaşdırma? Olmaz. Bu qədər də sual qoydular burada. Bundan heç birini bir ilə belə öyrənib bu suallara hakim olmaq mümkün deyil. Ancaq əzbərçilik. Ancaq və ancaq əzbərçilik. Mən informatika müəllimlərinin deməklərini görmüşəm. Və indi anlayıram ki, ondan başqa variantı da yoxdur. Neynəsin?
Onda gərək tələbəyə çox böyük bir vaxt ayırasın. Ona görə kağızda bax bu belədir, bu belədir, bu belədir. Yada saxladın, hə. Vəssalam, keçdi opsiya. Bax bu belədir, bu belədir, bu belədir. Yada saxladın, hə. Başqa çarə yox. İnşallah, inşallah Azərbaycanda gün gələr, suallar da gözəl olar. Dərslər də və məhəbbət daha da artar IT sayəsində. İnşallah o gün də gələr.